Hansı insanlarda ki, yüksək şəkər var, digər məni dinləsin. Baxın, bugün demək olar ki, şəkərdən əziyyət çəkənlərin, insanların əksəriyyəti iynə dərmandan istifadə edib şəkəri normaya salırlar. Ancaq şəkərin bədənə verdiyi fəsadların qarşısını almaqda çətinlik çəkirlər. Hansı ki, şəkər insan orqanlarını bir-bir sıradan çıxardır. Gözlərdə zəiflənmə, korlanma yaradır, böyrəkdə problemlər yaradır, ayaqda problemlər yaradır. Demək olar ki, bütün orqanlara bir-bir ziyan və zərər vurur. Bəs biz nə edək? Nədən istifadə edək ki, şəkəri normaya salmaqla yanaşı, şəkərin fəsadlarından qoruyaq orqanlarımızı. Bax, bunun üçün mən sizlərə Şərq Təbətin 2 bioloji qidaləvəsini deyəcəm. Spirulina məhsulu və antribit çayı istifadə elə. Antribit çayı təmizləyici çaydır. Orqanizm təmizləsin, damarları açsın və mədaltı vəzi fəaliyyətini yaxşılaşdıracaq, şəkəri normaya salmağa köməklik göstərəcək. Spirulina məhsulu isə makro mikroelementlərlə zəngin, dəniz yosunundan hazırlanmış bir məhsuldur ki, orqanizm və immunitetin gücləndirir sənin və şəkərin bədənə verə biləcəyi fəsadların qarşısını alır spirulina. 2 məhsul istifadə edirsən, həm şəkəri normaya salır, həm şəkərin fəsadlarından səni qoruyur. Dərman vasitəsi deyil, kimyəvi qatqısı yoxdur. Apteklərdə olmur, çatdırılması var, mərkəzdə